Müasir dövrümüzdə gənclərin və yeniyetmələrin əvəz olunmaz istifadə etdiyi məhsullardan biri də saqqızdır. Saqqızın tarixi çox qədim dövrlərə qədər gedib çıxır. Məlumatlara keçməzdən əvvəl videonu bəyənib kanala abunə olmaqla bizlərə dəstək ola bilərsiniz. Belə ki, saqqızın tarixi qədim Yunanistan, həmçinin qədim Mayalara qədər gedib çıxır. Qədim Yunanistanda mastika ağacının qatranından, qədim Mayalarda isə Cənubi və Mərkəzi Amerikada yetişən Mallicara zapota ağacının qabığından alınmış şirədən saqqız kimi istifadə edirdilər. Azərbaycanda isə yabanı püstə ağacının köklərindən saqqız alınması məlumdur. Müasir dövrümüzdə saqqızın əsas xammalı polimer materiallar, misal olaraq butadien stirol kauçuku, həmçinin polivinil asetatın xammal kimi istifadə olunması məlumdur. Əlavə olaraq saqqıza rəngləndiricilər, dadlandırıcılar, şəkər və şəkər əlavələri əlavə olunur. Şəkər əlavələrinə misal olaraq aspartamı misal göstərmək olar. Həmçinin ağarıcı kimi də titan dioksitdən istifadə olunur. Saqqızın qısa müddətdə çeynənilməsi elə də mənfi təsir göstərmir. Lakin onun uzun müddət çeynənilməsi, həmçinin tərkibində qida əlavələrinin olması insana mənfi təsir göstərə bilər. Maraqlı məlumatların davamı üçün bizlərə dəstək olmağı unutmayın.